Salam dəyərli izləyicilər. Bugünkü dərsimiz mexaniki iş və gücdür. Birinci başlayaq mexaniki işdən. Mexaniki iş nədir? Cismə təsir edən qüvvə, yer dəyişmə və yer dəyişmə ilə qüvvə arasında qalan kosinusu hasilinə, qalan bucağın kosinusu hasilinə bərabər olan fiziki kəmiyyətdir. A bərabərdir Fs kosinus alfa. Demək, alfa bucağı S və F arasında və yaxud da V ilə F arasında qalan bucaqdır. Təbii ki, işimiz həm F-dən, həm S-dən, həm də kosinus alfadan hər birindən asılıdır, düz, mütənasib. Fs deməli kosinus alfa şəklində təyin olunur. İşin vahidi A bərabərdir 1 jouldur. Açsaq Newton vurulsun metr olacaq. Onun da əsas vahidlərini açanda kiloqram vurulsun metrin kvadratı bölü saniyə kvadratıdır. İndi burada əgər suallara baxaq. Əgər alfa bucağımız kör bucaq olarsa, yəni 0 dərəcə ilə 90 dərəcənin arasında olarsa, kosinus burada birinci rübə düşür. Birinci rübədə kosinusun qiyməti müsbətdir. Ona görə görülən iş də müsbət olacaq. İndi hansı qüvvələrin işi müsbətdir? Məsələn, hərəkət dartı qüvvəsinin işi hər zaman müsbətdir. Bərabər yeniləşən hərəkətdə əvəzləyici qüvvənin işi müsbətdir. Sərbəst düşən cisimdə ağırlıq qüvvəsinin işi müsbətdir. Bunlar hamısı yer dəyişməklə eyni tərəfə doğru yönəlir, eyni istiqamət yönəlir. Ona görə olur. İndi xüsusi halda əgər alfamız 0 dərəcə olarsa, kosinusun 0 dərəcəsi qiyməti 1 olduğuna görə onda iş üçün də biz alaraq ki, A bərabər olacaq A bərabər olacaq Fs. İkinci halımız xüsusi. Əgər alfa bərabərdir 90 dərəcə, kosinusun 90 dərəcədəki qiyməti 0-a bərabərdir. Ona görə bizim işimiz də 0-a bərabər olacaq. Hansı qüvvələrin işi 0-dır? Yəni yer dəyişməyə perpendikulyar olan qüvvənin işi 0-dır. Bu çevrə üzrə hərəkətdə mərkəzə qaçma qüvvəsi var, yer ətrafı orbitdə ağırlıq qüvvəsi var və yaxud da dayağın reaksiya qüvvəsi var, təzyiq qüvvəsidir. Bunların hamısının işi 0-a bərabər olacaq. Üçüncü halımızda alfa bucağı kör bucaqdır. Yəni 90 dərəcə ilə 180 dərəcə arasında alır. Kör bucaqdırsa bu düşəcək bizim ikinci rübə. İkinci rübdə kosinusun qiyməti mənfidir. Ona görə işimiz də mənfi olacaq. Hansı qüvvələrin işi mənfidir? Şaqil yuxarı qalxanda ağırlıq qüvvəsi. Sonra bunlar. Deməli, bərabər yavaşlayan hərəkətdə əvəzləyici qüvvənin işi mənfidir. Sonra sürtünmə qüvvəsinin işi mənfidir. Müqavimət qüvvəsinin işi mənfidir. Hansı qüvvələr ki, hərəkətə mane olursa, bir sözlə belə deyək də, onların işini biz mənfi göstərə bilərik. İndi xüsusi hal üçün və yaxud da ümumi olaraq belə deyək də, yer dəyişmənin bir növ əksinə. Alfa bərabər 180 dərəcə. Bu birbaşa yer dəyişmənin əksinədir. Kosinus 180 dərəcədəki qiyməti mənfi 1 olduğuna görə onda işimiz də olacaq. Nə? İşimiz də olacaq. A bərabərdir mənfi Fs. V ilə F əks istiqamətlərdə yönəlib. İndi əgər cisim bərabər yeniləşən hərəkət eləyirsə, bərabər yeniləşən hərəkət üçün dartı qüvvəsinin işini tapsam, F dartı vurulsun S. İndi S üçün sən yaza bilərsən, həm S bərabərdir V0t üstəgəl AT kvadratı, həm də eyni zamanda yazmaq olar S bərabərdir AT kvadratı. Hər iki halda S-in ifadəsini aparıb yerinə yazanda, o zaman işin zamandan asılı qrafiki olacaq kvadratik. Gəldi bərabər yavaşlayan hərəkət. Bərabər yavaşlayan hərəkət üçün S-ə yazmışıq ki, S bərabərdir V0t çıx AT kvadratı bölü 2. Yavaşlayan hərəkətin qrafikindən necədirsə, yerinə yazanda dartı qüvvəsinin işi ilə zamandan asılı qrafiki eyni şəkildə olacaq. Əgər cismimiz bərabər sürətlə hərəkət eləyirsə, bərabər sürətli hərəkətdə S bərabərdir VT-dir. Ona görə dartı qüvvəsinin işi də S yerinə yazanda zamanla düz mütənasib asılacaq. Amma biz əgər söhbət eləyiriksə əvəzləyici qüvvədən, burada əvəzləyici qüvvənin özü 0 olduğuna görə, demək o iş görməyəcək. 0-a bərabər olacaq onun gördüyü iş. Kinetik enerji haqqında teorem. İndi A bərabərdir Fs düsturundan biz nə edə bilərik? F'in əvəzinə mən MA yazsam və buradan da S'in də əvəzinə əgər V kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2A yazsam, V2'nin kvadratı çıxıb V1'in kvadratı bölünsün 2A yazsam,
Onda A'lar ixtisar gedəcək. M-i hər iki tərəfə vurub atsam, onda A bərabər olacaq. MV kvadratı bölünsün 2, çıxılsın MV1 kvadratı bölünsün 2. Təbii ki, bunların hər biri nədir? Kinetik enerji. A bərabərdir YK2 çıxılsın YK1. Və yaxud da A bərabərdir delta YK. Deyilir ki, əvəzləyici qüvvənin gördüyü iş cismin kinetik enerjisinin dəyişməsinə bərabərdir. Bax, bu üç ifadə və yaxud da ki, bu ən son bizim dediyimiz bu ifadə adlanır kinetik enerji haqqında teorem. Bax, kinetik enerjinin özü yox. Kinetik enerjinin özü mv kvadratı bölü 2'dir. Amma kinetik enerji haqqında teorem deyəndə A bərabərdir delta YK və yaxud da YK2 çıxılsın YK1 başa düşülür. Gəldik bizim bu hərəkətin içində bərabər yeniləşən hərəkət. Bərabər yeniləşən hərəkətdə təbii ki, zaman keçdikcə cismin sürəti artır. Sürət artırsa, deməli, ikinci haldakı sürət birinci haldakı sürətdən böyükdür. Avtomatik kinetik enerji sürətdən asılı olduğuna görə YK2 də böyükdür YK1 olacaq. Onda ikinci halda olan kinetik enerjini mən tapıramsa, YK2, YK1 üstəgəl A olacaq. Onda hərəkətimiz yeniləşən olduğuna görə YK-nın A-dan asılı qrafiki artan qrafik olacaq. YK1 başlanğıc qiymət kimi götürəcək. X bərabər, belə deyək də, Y bərabərdir KX plus B-nin qrafikinə oxşayan. Əgər hərəkətimiz bərabər yavaşayandırsa, bərabər yavaşayan hərəkətdə cismin sürəti zaman keçdikcə azalır. Avtomatik olaraq nə olur? V2 kiçikdir V1. Demək, YK2 kiçikdir YK1. Onda sən YK2-ni tapırsansa, YK2 bərabər olacaq. YK1 çıxılsın A olacaq. Demək, onda YK2-miz bizim bərabər olacaq. A-dan asılı olacaq. Xəttə asılı olacaq. A-nın qiyməti mənfidir burada. Deməli, bərabər yeniləşən hərəkətdə iş müsbətdir. Amma yavaşayan hərəkətdə iş artıq mənfidir. Əgər cisim bərabər sürətli hərəkət edirsə, bərabər sürətli hərəkətdə demək V konstant olduğuna görə YK da konstantdır. Deməli, burada onda iş görülmür. A sıfıra bərabərdir. Deməli, ümumi şəkildə isə bərabər sürətli hərəkətdə əvəzləyici qüvvəmiz iş görmür. Biraz qalın oldu, beləliyək. Getdik növbəti. Potensial enerji haqqında teorem. İndi biz bilirik ki, demək potensial enerji haqqında teorem ümumiyyətlə belə ifadə olunur. Deyir ki, əvəzləyici qüvvənin gördüyü, konservativ qüvvənin gördüyü iş əks işarə ilə cismin potensial enerjisinin dəyişməsinə bərabərdir. İndi burada bir anlayış ortaya çıxır. Konservativ qüvvə nədir? Gördüyü iş trayektoriyanın formasından asılı olmayan qüvvələr konservativ qüvvələrdir. Deməli, konservativ qüvvələr hansı qüvvələrdir? Ağırlıq qüvvəsi var, elastik qüvvəsi var, bir də elektrostatik qüvvə var. Yəni, elektrik qüvvəsi, belə deyək də. Bu qüvvələr konservativdir. Bunların gördüyü iş trayektoriyanın formasından asılı deyil. Deməli, mənfi delta Y potensial. Bunu açıram. Deməli, əsas işimiz əlbəttə ki, bizim burada A mənfi delta Y potensial olmasıdır. Potensial enerjini açsam, delta Y potensialı açsam, Y potensial 2 çıxılsın, Y potensial 1. Mənfi nəzərə alsam, onda olacaq Y potensial 1 çıxılsın, Y potensial 2. Və yaxud da yerinə MGH yazsam, MGH1 çıxılsın, MGH2 olacaq. Dedik axı ki, bayaqların elastiklik qüvvəsi də bizdə eyni zamanda konservativ qüvvədir. Onda onun üçün də yaza bilərsin. Y potensial 1-in əvəzinə KX1 kvadratı bölü 2, potensial 2-nin əvəzinə KX2 kvadratı bölünsün 2 yazırıq. Onda burada da potensial enerjinin haqqında teorem KX1-in kvadratı bölü 2 çıx, KX2 kvadratı bölünsün 2 olacaq. İndi deyək ki, cisim şaquli istiqamətdə yuxarı atılıb. Əgər cisim yuxarı doğru atılıbsa, bu nə deməkdir? Bu deməkdir ki, hündürlük artıb. Hündürlük artısı demək potensial enerji də artıb. Y potensial 2 böyük Y potensial 1. A da yazdıq ki, mənfi delta Y potensiala bərabərdir. Deməli, bu olduğuna görə potensial 2 potensial 1-dən böyükdürsə, demək delta Y potensial 0-dan böyük olacaq. Onda A'mız nə olacaq? 0-dan kiçik olmuş olacaq. Əgər cisim şaquli aşağı atılmış cisimdirsə, aşağı doğru düşdükcə hündürlüyümüz azalır. H2 kiçikdir H1. Onda avtomatik potensial enerji də azalır. Onda delta Y potensial 0-dan kiçik olacaq.
Deməli onda iş müsbət olacaq. Bayaqlarında biz ümumi iş haqqında danışanda dedik ki, əgər cisim yuxarı atılıbsa ağırlıq qüvvəsi mənfi iş görür, aşağı düşürsə ağırlıq qüvvəsi müsbət iş görür. Bunu belə götürə bilərsiniz. Ağırlıq qüvvəsinin istiqaməti hər zaman haradır? Aşağıya, yəni yerin mərkəzinə doğrudur. Sən də əgər aşağı göndərirsənsə, öz xoşluğu ilə düşür, rahatçıqsa düşəcək. Amma yox, ağırlıq qüvvəsinin istiqaməti aşağıdır. Sən də bunu məcbur eləyirsən, yuxarı atasan. Demək onda mənfi iş görmüş olacaqsan sən. Əgər cisim üfüqi hərəkət edirsə, üfüqi hərəkətdə hündürlük dəyişmir. Ona görə potensial enerji dəyişmir. Deməli, avtomatik olaraq nədir? Ağırlıq qüvvəsi də iş görmür burada. İndi gəlin bir neçə hal üçün misal verək, ona baxaq. Məsələn, 3 hal üçün ağırlıq qüvvəsinin işlərini müqayisə istəyirəm. Yəni, birinci mavi trayektoriya, qırmızı və yaşıl trayektoriya üzrə. Görürsünüz, bütün hallarda ağırlıq qüvvəsinin gördüyü iş A bərabər A1, A2, A3 bərabər, o da mgh-dır. Yəni, bizə başlanğıc və son nöqtələrdəki hündürlüklər maraqlıdır. Bizə hündürlüyün dəyişməsi maraqlıdır. Bizə maraqlı deyil cisim hara qalxdı, hara getdi. Nətər trayektoriyadan gedir, fərqi yoxdur. İkinci misala baxın. İkinci misalda ağırlıq qüvvəsinin gördüyü işləri. İndi 3 halda da atmışam cismi. 3 halda da cisim gəlib, atdığım nöqtəyə gəlib düşüb. Hündürlük dəyişibmi ən sonda? Dəyişməyib. Hündürlük dəyişməyibsə, demək ağırlıq qüvvəsi iş görmür. Soruşar ki, müəllim, yuxarı qalxdı, aşağı düşdü. Bəli, yuxarı qalxanda mənfi iş gördü, o hissəni aşağı qaydanda təzədən müsbət iş gördü. Müsbət mənfi bir-birini apardı, geriyə qaldı 0, əldə var 0. Ona görə demək ki, bu hərəkətdə artıq ağırlıq qüvvəsi iş görmür. Əgər hündürlük dəyişməyibsə, cisim atıldığı nöqtəyə gəlibsə və yaxud da atıldığı hündürlüyə gəlib düşübsə, ağırlıq qüvvəsi iş görməyəcək. İşlərin içərisində sonuncusu sürtünmə qüvvəsinin işidir. Deməli, sürtünmə qüvvəsi həmişə hərəkətin əksinədir. Ona görə də onun gördüyü iş A bərabərdir mənfi F sürtünmə vur S-dir. Sürtünmə ifadəsini ən sadə hal üçün yazsan A bərabərdir μmgs kimi hesablaya bilərsən. Modulda hesaplasan təbii ki mənfisi olmayacaq. Eyni zamanda əgər cismə sürtünmə qüvvəsi təsir edirsə, onda onun mexaniki enerjisinin, yəni tam mexaniki enerjisinin belə deyək də, bir hissəsi daxili enerjiyə çevrilir. Ona görə sürtünmə qüvvəsinin işini tapanda eyni zamanda mexaniki enerjinin dəyişməsi kimi də yaza bilərəm. Yəni A bərabərdir Y tam 2 çıxılsın Y tam 1. Bunu da açacaq olacaq mv2 kvadratı bölünsün 2, mv1 kvadratı bölünsün 2. Yəni kinetik enerjinin dəyişməsi. Çünki hərəkət əgər üfüqi hərəkətdirsə, cismin mexaniki enerjisi ancaq kinetik enerjidir. Güc. Vahid zamanda görülən işə bərabər olan fiziki kəmiyyətdir. Güc. N hərfi ilə işarə olunur. A bölünsün T ilə təyin olunur. Belə də deyə bilərik. İşin görülmə yeyinliyini xarakteriz edir. Yəni, hansı tezliklə görüldüyünü xarakteriz edir. A ilə T təbii ki, tapsaq, A ilə T'miz düz asılıdır. Bucağın tangensi, tangens alfa A bölünsün T N-i verir. Güc vahidimiz 1 wattdır. Joule bölünsün saniyədir. Joule'u Newton vurulsun metr kimi aça bilərik. Deməli, Newton vur metr böl saniyə. Newton da əsas vahidlərindən kilogram vur metrin kvadratı böl saniyə kvadratı kimi açsam, onda güc üçün alacağım kilogram vur metr kvadratı bölünsün saniyə kubu olacaq. Gücün eyni zamanda bir at gücü və ya da bir at qüvvəsi vahidi də var. Bu 736 wattdır. Maşın mühərriklərinin gücü hesablananda məsələn at gücü ilə hesablanır. Amma yəni bizim məsələlərimizdə at gücündən istifadə eləməyəcəyik. NT qrafikində grafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi ştrixlənmişsə bizə işi verəcək NT bölünsün 2. Məsələn, trapesiya olarsa, dəyişən bir sahə var, güc olarsa A N1 üstəgəl N2 bölü 2 vurulsun T olacaq. İndi fərqli misallar çıxa bilər qabağıza. İndi A bərabərdir Fs düsturundan N bərabərdir A bölü T'də buna parafı yerinə yazıram işin əsas düsturunda. Onda N bərabərdir Fs bölünsün T olacaq. Buradan da V-nin əvəzinə əgər S bölünsün T yazsam, onda deməli iş üçün alacağım ki N bərabərdir Fv olacaq. Deməli, burada nəyə baxıram? Buradan əgər
V-ni tapsam, V bizdə bərabər olacaq N bölünsün F. Deməli, uşaqlar, bunu əsasən mühərriklə bağlayırlar. Necə? Deyir ki, gücü böyük olan, məsələn, mühərrikin sürəti də böyükdür. V N-dən düz asılıdır. Yadımızda, məsələn, şeyləri biz misal götürə bilərik. Məsələn, sport maşınlar var. Məsələn, onların mühərriklərin gücü çox böyükdür. Ona görə sürətləri də böyükdür. Sonra V mühərrikin, deməli, avtomobilin hərəkəti zamanı mühərrikin gücü sabitdir ümumiyyətlə avtomobillərdə. Ona görə sürət dartı qüvvəsi ilə tərs mütənasib asılıdır. İndi biraz mexanika maşını sürənlər bunu daha yaxşı bilərlər. Yoxuş qalxanda hər zaman mexanika maşınları birinci, yəni skorusu atırlar həmişə. Birinci əyləc olur da, eləmi? Yoxsa birinci skorusu atırlar. Birinci skorusu atırlar. Birinci skorusu atanda sürət zəif olur, amma mühərrikin dartı qüvvəsi daha böyük olur. Rahatlıqla qaldıra bilir. Biz ən çox bunu yol gedəndə harda görürük? Məsələn, görürük qabağımıza bir KAMAZ məsələn düşüb. Əgər KAMAZ dik qalxırsa, biz də onun arxasında yavaş-yavaş qalxırıq. Çünki onun belində yük çox olur. Məcbur atır birinci skorusa yavaş-yavaş həmin o diki qalxa bilir. Amma çox sürətli gələrsə, həmin o sürətdən bir yerə qədər qalxacaq. Ondan sonrasını artıq qaldıra bilmir. Belə, sağ olun, təşəkkür edirəm. Əgər videonu bəyəndirsə, dərsi bəyəndirsə, yoldaşlarınıza da o zaman tövsiyə edə bilərsiniz. Təşəkkürlər.